Bərabərsizliyi həll etmək üçün verilmiş bu ifadəmizin sıfıra çevirən qiymətlərini tapaq. Əvvəlcə verilən ifadəni sadələşdirdim. Kvadratlar fərqi kimi açdım. İndi isə bizə verilən hər iki baxırıq ki, mötərizənin, aldığımız mötərizələri ayrı-ayrılıqda sıfıra çevirən qiymətini tapaq. Bunun üçün hər iki, deməli, baxın 2x üstəgəl 1 və 2x çıxılsın 1 ifadəsini ayrı-ayrılıqda sıfıra bərabər edib, yəni tənlik kimi həll edirəm, köklərini tapıram. Görürəm ki, mənfi 2-də 1 və buradan da 2-də 1, müsbət 2-də 1 verilən bu ifadəmizi sıfıra çevirə bilər. Və bərabərsizliyi həll etmək üçün, yəni onun köklərini tapmaq üçün, deməli, aldığımız qiymətləri mənfi 2-də 1-i və 2-də 1-i burada təyin edirəm. Biz onsuz da görürük ki, bizə verilən, yəni aldığımız bərabərsizlikdə ilkin hissə onsuz da kvadrat olduğu üçün həmişə müsbət qiymət alır. Əsas baxacağımız hissə ikinci həddir. 2x çıxılsın 1. Yəni buna baxmağa ehtiyac yoxdur. 2x çıxılsın 1. Baxaq görək hansı. Deməli aralıqda mənfi qiymət alsın. Çünki bizdə mənfini istəyir. Ona görə hər aralıqda qiymət qoyub yoxlamalıyıq. Görürük ki, bu aralıqdakı qiymətlərdə birinci hissədə müsbət, mənfi və mənfi olur. Yalnız, yəni mənfi sonsuzluq 2-də 1 götürə bilərdik, amma mənfi 2-də 1 burada almır deyə, yəni niyə almır? Çünki həmin mənfi 2-də 1-də sıfıra çevirir. Bizdən isə bərabərsizlik yalnız kiçikdir sıfır olduğu üçün alırıq mənfi sonsuzluq mənfi 2-də 1, baxın bu hissəyə qədər, buradan bura qədər və mənfi 2-də 1, 2-də 1 birləşsin. Mənfi 2-də 1, 2-də 1. Doğru cavab D variantı.